Salam dostlar, hamınıza təkrardan. Dostlar, Blox Street oynadığım yerdə qarşıma çıxan bossa baxın. Ya hamı bunu öldürməyə çalışır. Arasında T-Rex biri var. Oy, oyun çökür. Allah! Quake Fruit var bir də. Güclü Fruit var. Nəyi var girişirik də, yəni 300 canı var. Birinci mən gəldiyim öldürməyə çalışdım. Mənə tək atdı. Mən səviyyəm belə çatmır ona. Ayarın gedin, mənə saldırma. Allah. Kəsməyə çalışırıq dostlar. İndi görək takım olaraq kəsə biləcəyik bunu. Bunu kəsəndə içinə nə bontu düşər da. Mu buna saldırır da yəni. Mənim enerjim qalmadı. Ay, mənə nə suçum var, mənə niyə saldırır? Saldırırıq bacardığımız qədər, amma olacaq iş deyil. Adda bir də raid boss deyil. Bunu kəssəm içindən nə tərif şeylər çıxar da, Allah bilir. Mənə uyarı verildi ki, dənizlərdə yüksək titrəmələr olur. Mən sonradan bildim, dənizlərdə yüksək titrəmələr olanda nələr nətər şeylər olur. Mən bir də belə güclü boss olduğunu düşünmürdüm. Oyunum çökür. Takım olmasaydı var ya, ölmüştüm da yani indiyə. 500-300 dəfə zar. Aralarında T-Rex de var. Birisi transforma geçsin, öldürsün ne bunu. Allah, Venom bile var ya takımlar arasında. Bir dakika dostlar. Ben bu biraz AFK kaldı. Dostlar geldim, bir iki problem oldu. Öyle oha pro bir SEA 3'ten beri gelenler var. Abardın. Oy gravity. Zırhı var yani var. Öldürün az qaldı. 58 minləri ki halal lokmada. Biraz takıma da saldırıram. Ama o benim problemim değil. Boss məndi. Mən kəsdim. Oyun 1 milyon 1 trilyar. Oha. Səviyyatdır, nətər manyaqdır ya bu. Neyse dostlar, bugünlük də bu qədər. Yəni çox təlaşlı bir video. Çox qəribə boss gəldi. Hələ görüşmək üzərə. Hələlik də.